Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və təşəbbüsü ilə Azad Azərbaycan Televiziyası və bu şəhərdənin birgə layihəsi olan Şən Gənc efirdədir. Biz xoş gəlmişik, sizə də xoş izləmələr deyirik və görək kimlər gəlib qonaqlarımız. Plakatları bir qaldırın. Gəncə, Gənclər evi. Orada kim var? Ucar. Ora kimdir? Saatlı. Gülüş, ömrü uzadır. Kimdir ora? Mən görürüm, Yevlax. Mən o başa düşmədim. Ora kimdir? Mickey Mouse olan. Hə. Kreativ bir fikirlərlə. Hə, saatlı. Bax, indi gördüm. Yuxarıda kimlər əyləşib? Masallı. Sizin niyə plakatınız yoxdur? Evdə qalın. Əsas o da evdə baxın. Bəli, gənclərimizin enerjisini bir alqışlarla hiss edək. Bravo. Aferin sizə. Bəli, tamaşaçılarımızın, gənclərimizin enerjisi yerindədir. Mənim enerjim öz yerindədir. Bəs onların əhvalı necədir? İndi öyrənəcəyik. Bizimlə bu layihədə yer alan, dəyərli münsiflər heyətinin dəyərli kürsüsündə əyləşən, bununla bizə böyük bir şərəf bəxş edən Respublikamızın xalq artisti Afaq Bəşir qızı buradadır. Dinən mən adımı dinən. Respublikamızın əməkdar artisti Rafael İskəndərova aiddir. Gözəl, göyçək, çınar ağacım, sərv boylum, mina gərdənlim, qonur gözlüm, gözəlim. Respublikamızın əməkdar artisti Coşqun Rəhimov. Ürəyi geniş, özü geniş, sözü geniş. Görəndə adam adını səhv salsa da, yenə də ona bir ad fikirləşən. Anar. Bəli. Sərbəst güləş üzrə gənclər arasında Avropa ikincisi, dünya üçüncüsü, yeniyetmələr arasında isə Avropa və dünya çempionu Anar Cəfərli buradadır. Alqışlayaq buraya. Afaq xanım, başlayaq mı? Hazırsınız? Afaq xanım, nəsə bu Rafael müəllim bu biraz belə coşqusu yaman çoxdur, hə? Rafaelin coşqunu həmişə çoxdur, coşqunu da Rafaeli həmişə çoxdur. Belə şübhəli əl çaldınız, nəsə belə. Əsas odur, müşfiqlərə əksiyi olmasın. Amin. Qurban olmaq məsələn. Hardan gəlmişsiniz? O neydi elə? Elə giyinib evli xorda oxuyacaqlar. İndi bir dəqiqə, xeyr ola. Ayrı seçkilik oldu. İndi yuxarıdakılara sual verin. Coşqun müəllim, eyni enerji görüyorlar. Hardan gəlmişsiniz? Hardan gəlmişsiniz? Hə, yaxşıdır. Hardan gəlmişsən? Neftçala. Buyur, başlayaq nənə. Neftçala dedi, ürəyi getdi. Bu sevgi işığında ilk sujetimizi təqdim eləmək istəyirəm. Özləri buradadır. Enerjiləri də yaxşıydı. Görək sujetlərindən sonra Masallı Gənclər evinə nə baş verəcək? Ki batsın. Analizin cavabı çıxıb. Bəli. Düz bağırsaqda 20 cm ölçüsündə yat desin. Ay ana, kişiyə neynəmişsiniz belə? Ay qızım, bu kişinin yüngülvari babasili var idi. Mən də zəng elədim, məni Bakıda əməliyyat edən həkimə. Bunun dərdini dedim.
O da 6 dənə şam yazdı. Mən də üçünü istifadə elədim. 3 gündür ki, şam qoyuruq. Bu da üçünü də gətirmişik, buradadır. Ayana, siz səhv başa düşmüşsünüz. Xəstəyi təcili əməliyyata qaldırın. Nə oldu Anar? Niyə elə ciddi baxırsınız? Biabırçılığı. Hoşuma gəldi yoxsa yox? Qəzayibdir. Ssenarini yazan kimdir? TikTok'dan kimi uğurlayıb ssenarini? Özümüz yazmışıq. Kadın kim idi? Kadın oynayan kim idi? Gelmeyip. Medsestran sen oynuyordun. Ha. Ya Bəli, həkim səndi, rolundakı Medsestran. xanım. Sadəcə orada bir ifadəni belə işlətmək lazımdır ki, valla Bakıya zəng elədi. Bakıda da həkim dedi ki, şey eləyin, şam məsələsi, şam başa düşdün. Hə, lap yaxşı. Sonra valla mən də qoydum. Nə şamı qoydun? Elə şey elə qalıb, çatdıramadım. Çox yaxşı yumordur. Həmişə özünüzü müdafiə eləməyi eləmisinizsə, müdafiə eləməyi də bacarın. Təbrik eləyirəm. Demək istədiyiniz bir fikir varmı? Demək istədiyim fikir odur ki, yəni uşaqlar ruhdan düşməsinlər, uşaqlar Yaxşı idim. yəni yumora Qəşəng işləyiblər. Özlərinə məxsus yanaşıblar. Babasil sözü hər gün eşidirik həkim verilişlərində, Yemək yeri olur. gələndə. Bəli. O Şamdakı var, elə ailələr var ki, elə yəni dərman tanımayan ailələr var da, yəni Şam deyib gedib elə Vallahi elə müasirlər var ki, və şam Şamı deyəndə dinlə, bilmirlər başa elə düşmürlər Şam nədir. nədir. Hə. Yəni, Yəni çox yumoruq yaxşı bəyəndiniz, yanaşıblar, bəyəndik, əziyyətləri var idi. Rafael müəllim demişkən, biraz mövzu bir mənə qarşılamaya bilər deyə, amma gülüş var idi. Uzağı bir həftə bundan qabaq elə blogerlərin TikTokda həmən səhnəciyi mən görmüşəm. Bir həftə, bəli. Amma uşaqlar da belə canlandırırlar. balnisada olmasa da həkimlə danışır telefondan. Yəni mən ondan çıxış eləyərək dedim ki, bunda da düzdür, yanaşma var. Biz burada xəstənin gətirilişini görürük. Xəstəliklə Biz Ona burada görə də İş var. işlərin görürük uşaqlar. Paltar var, Bəli, grim uşaqların var, ürümü kostyum var, var, bəli. bu Yo, yaxşıdır. çox səliqəlidir. Səliqəli. Ona görə Bilgi barədə cəhalət. bəzi savadsızlar deyirlər ki, niyə aktyorlar dialektikada danışırlar? Hə, ondan sonra ləhcə nəyə lazımdır? Ondan sonra planşet, bax, uşaqsınız da siz hələ də, siz hələ bilmirsiniz bu bicliklər nədir. Amma bizim istifadə elədiklərimiz hamının o bicliklərdir. Rafaelin da, Coşkunun da xırdalayırıq biz ki, cəmaata çatdıra İkrah bilər, hissi cəmaat onda oyanmasın, qəşş bəli. eləyir. Amma olmayanda, görsən uşaqdır, dedi ki, nə deyirsən, bizə dilərdir şam qoydu, bizə qətdi şam qoydu, bu da şamlar. O, yəni bu təmizdir də, bu hələ bilmir ki, nədir, nə deyir. Amma profesional aktyor bilir axı. Ona görə də bilirsiniz ki, aktiyora nə qədər vasitə lazımdır. Geyim, qrim, ləhcə, Hamısı kömək edir. hamısı kömək eləyir də, yoxsa adam ölər. İlan oynatmırıq ki. Tək çalıb ilan Amma oynatmırıq. uşaqlar halal olsun, çox böyük əziyyət Çox gözəl idi, çəkmişsiniz, çox gözəl, rekvizitlərindən səliqəli, tutmuş aktyorluğa qədər. Təbii ki, dəyərli münsiflər heyətimiz hər bir halda təhlil eləməlidir və fikrini bildirməlidir sizə. Uğurlar olsun deyirik, yaxşı davam edir masallı. Görək, saatlı neyniyib? Qoşat xəbər verim, düşüb. Alo, mənəm Akif. Hə, eşidirəm, nədir o? Amışlığımı veri. Sənin fışdırığın məndən gəzir. Ay rəhmətliyin oğlu, fışdılıq demirəm, mışdılığımı ver deyirəm, pensiyalar düşüb. Nağaraq gedək. Hara gedək? Uşa pensiyalar düşəndə hara gedirdi oradan, hə? Hə, bizim sevimli yerimizə. Hə, lap yaxşı, nə vaxt gedək? Hə, yaxşı, gəlirəm mən. Yaxşı. Gözlə məni sevəm, gəlirəm.
bayanı haransı ağrıyır? Yox ay qız, haram ağrıyacaq. Həkim çağırım istəyirsən. Həkim mənə yox, dədənə lazımdır. Niyə ki? Qoca çağında eşqə düşüb. Atam. Hə, dədəm bizə xəyanət edir. İnanmırsan, get bax. Nənə, ay nənə. Nədir ay bala? Gəlin baban güdək nənə. Babam nə var? Bir dayan görüm. Səni sevirəm, Sevilya. Halo Seviliya. Saatlı Gənclər Evi buradadır. Oradakı oynayan aktyorlar, oradasınız. Mikrofon uzadın, zəhmət olması. Dəyərli münsiflər, heyətimiz, səbəbkarlar arxanızda əyləşib. Buradayıq. Neyse. Senarini kim yazıb? Avatusu. Senarini bizim rejissorumuz var, Sahil bəy, o yazıb. Özü gəlməyib. Özü burada deyil. Aktrisa xanım buradadır, o nənə olan. Nənə burada deyil, ana buradadır. Buyurun, Afaq xanım. Nə demək istəyirsiniz? Uşaqlar biraz tələsiblər, belə o yelqovda deyirlər, biraz belə yelqovda eləyiblər. Məsələnin elə tez dur gedək də, hara gedək, filan yerə gedək, qutardı. O da belini tutub, gəldi. Bu da, o bilirsiniz nədərdir? Bu kinodur, səhnədir, belə bir şeydir ki, əgərləri siz beli tutursunuzsa onu oynatmalısınız. Mikrofon. Mövzu geniş idi, amma vaxt az idi. O səhnəni dəfələrlə çəkdi. Daha əlavə sözlər də deyilirdi orada. Yəni, amma alınmadı. Vaxta sığdıra bilmədi. 2 dəqiqə nə qədər də Bəlkə onun yerinə nə isə bir başqa bir sonluğu başqa bir şeylə qutarardı. Orada PlayStation oynayırıq biz. Gəlib ekran çəkiləcəkdi. Ona da vaxt qalmadı. Sadəcə bura Sevil o komandanı yazdıq ki, yəni beləsinə. Vaxta görə alınmadı, amma çox qəşəng məqam. Vaxtı hardasa kəsə bilərdiniz. Bir dəfə bundan əvvəl çəkdik, kəsməyi də yoxladıq. Güdmələrdən çıxarda bilərdiniz. Bəli, düzgündür. Yəni bu mövzuda danışıldı, amma belə deyək, güdmələrin də qısaldanda mövzunun müəyyən qədər həcmi itəcəkdi. Buna görə yəni çalışdıq ki, hər şeyə biraz vaxt ayıraq və bundan da əlavə bel tutma məsələsində də, yəni bunu sadəcə belə deyək, 70 plus yaşda bir babanı oynadığımıza görə yəni daimi olaraq ağrılar olur bir çox insanın belində. Buna görə belə bir şey. Orada tutub buraxmamın səbəbi o idi ki, sadəcə sevinç hissi yaşayıram və qollarım baxıram ki, pensiyalar düşdü. Nə qəşəng izah verirlər, obrazlarla nə qəşəng izah verirlər. Açıqlama verirlər. Və biz də qulaq asırıq. Hamısının açıqlaması mən sənə sual verməmişdən əvvəl mənim üçün gördüyüm təsvirdə olmalıydı. Vaxt məhdudiyyəti olubdu, ona görə uşaqlar. Ona görə alınmıyor, amma orada siz deyəsiniz tələsmək, orada yeriyirəm, birinci sağa sola baxıram. Uşaqlar, Afaq xanım pis demir, yəni deyir ki, Heç kəs pis demir. sizin o əziyyətinizin o açarı var, biz onu görmək istədik. Yox, bəli, düz deyirsiniz. Sadəcə biz də bir şey demirik. Biz də sadəcə deməyə çalışırıq ki, vaxt məhdudiyyətinə görə. Yəni biz bunu bir dəfə çəkdik. 2 dəqiqə 30 saniyədən artıq oldu. Yaxşı, öz sujetinizə 10 bal üzərindən neçə verərsiniz? 6,5. İnsafla. 5-də biraz get-gəl eləyərik, 6 ilə okey. Mən 7 deyərdim. Uşaqların əziyyəti var. Var. Uşaqlar, çox sağ olun. Deyirəm, bunlar müalicəliyik. Nə idi qızlar? Eşitmədik, bir də deyin. Gənclər! Elə də öyle. Hardan gəlmişsiniz? Gənclər! Xoş gəldiniz. Anar, ay Anar, bəyəndiniz? Bəyəndim, yaxşı idi. Nə idi yaxşı olan? Maraqlı təşkilə, baxmaq olar da, yəni... Orada idman var idi. Harada Bu sənin öz fikrində Yaşar. Anar. İndi hər nə? Öz fikrimdir, bəli. Maraqlı bir şeydə alınmışdı. Məsələn, alındırmaq istəyirlər. Hə, davam edək. Davam edək. Şimdi
Görək Sabunçu Gənclər Evi nə hazırlayıb? Mama qurban, ya yeməyini ye, sonra davam edərsən. Gözlü bir dənə muhtarım gələcəm sonra. Düz deyir baba. Dur, yemeği ye, sonra yazarsan. Hörmətli valideynlər, övladlarınıza niyə nəzarət eləmirsiniz? Məsələn, siz Nərmin xanım, övladınız həm dərsi gecikir, həm də dərslərini oxumur. Yaxşı eləyir. Mənim uşağını mən bilərəm. Heç olmasa bu valideynlərdən nümunə götürün. Onlar övladlarına necə də gözəl tərbiyə verirlər. Hal olsun oğluma, hal olsun. Seni inanırdım, güvenirdim sana. Hal olsun sana. Vay. Abala. Sen ne? Eşitmisən? Hı. Yatmaq yerdə bura. Dur maşın təkərlərini al. Yaxşı. Qoyma, datın vaxtında oxuyun. Deyin, gəlmişəm burada maşın düzəltəcəm. Ay, öz boksumuz var. Ay, ata sənəti. Ay, baba sənəti. Heç olmasa siz öz övladlarınızın seçiminə hörmətlə yanaşın. Nə qədər güldük Sabunçu Gənclər Evi. Uşaqlar buradaydılar da. Qəmlidir. Yox, burada deyildi. Allah'tı biraz. Mövzu yaxşıdır, amma qəmlidir. Qəmli idi. Əfsuslar olsun ki, də belə biraz. Rafael mənim nə yadınıza düşdü? Heç nə yox, mən sənət seçimində azad olmuşam, amma var da, yəni mən elə bildim ki, bu o təhsil, o cür təhsildən sonra iş tapa bilmir, gəldi belə yerdə işləyir. Düzdür, hər peşə şərəflidir. Amma nəticədə belə çıxdı ki, valideyninin seçiminə görə işləyir. Düz başa düşmüşəm də, yox. Çünki dedi, övladlarınızın seçiminə hörmətlə yanaşın. Var, belə, amma gülməlidir də, yəni Coşqun müəllim. Ağlamalinskidir biraz. Coşqun Yox, müəllim. aktual mövzudur, amma sənətə qaldıqda indiki gənclər, baxmayaraq ki, hansı bir universiteti bitirirlər, amma gedirlər başqa işlə məşğul olurlar. Sonra yenə o işin də keyfiyyəti itir onların düşüncələrində, gedir başqa bir işlə. Yəni, gənclərimiz indi hal-hazırda axtarışdadılar. O qədər institut, universitet bitirib, yəni öz peşəsi ilə məşğul olmayan gənclərimiz var ki, yəni seçim azaddır. Yəni, onlar çox gözəl dövrdə yaşayırlar. Amma hansısa bir işin qulupundan yapışmaq lazımdır. İndiki gənclər çalışırlar ki, 5-6 cür sənəti öyrənsinlər, mənimsənilsin ki, çünki əsas maddiyyatı güdürlər orada. Normal idi, yəni uşaqlar yanaşıb da sosial mövzuya yaxın olan bir mövzudur. Afaq xanım. Oxuyan adam ac qala bilər. Amma sənətkar ac qalmaz. Ona görə də valideyn öz uşağını sənətə sövq edir. Çox valideynlər sənətə sövq edir. O heç olmasa sənətkar olsun ki, başa düşsün, burada maşın işidir, falan beşməkar. O, elə bir onun gündəliyi olması həftəliyi var. Amma oxumağı tamamilə başqa cürə. Ona görə də burada bir şey, yəni o uşağın dilindən olmalıydı ki, həyat sertifikatla ölçülmür. İndiki həyat sertifikatla ölçülür. Çünki ola bilsin ki, o iş tapa bilməyəcəkdir. Və nə iş olacaqdı? Siz təsəvvür edin ki, mən hər dəfə, hərdəndən birdən, ildə ayda bir toya dəvət olunanda yaxınımıza
gedəndə mənim həmişə qanım qaralır. O qədər pis şeydə gəlirəm, əhval-ruhiyyədə gəlirəm. O xorək paylayan uşaqların hərəsinin filan universiteti qurtarmışam, filan xarici dillər qurtarmışam, 3 dənə diplomum var, magistri qurtarmışam. Mənim elə bir günə başıma qaynar sökülür. Müraciət də eləyirlər. Müraciət də eləyirlər, bəli. Bəlkə tanışınız olar bizi bir işlə. Bəlkə siz düzəldə bilərsiniz. Siz eləyə bilərsiniz. Oxumuşam. Ona görə də həyati məsələyə deyiblər uşaqlar. Elə belə deyil bu, həyati məsələdir. Sadəcə o son şey ki, çox vaxt valideyn düzdür, sən atadan, babadan qalmış sənət ki, valideyn həmişə yadınızda saxlayın, zəmanə ilə sizinlə danışır, baş verən problemlərlə danışır. Onlar çox vaxt biz sizə bildirmirik nə var, nə yoxdur. Yayda qış dərdi, qışda yay dərdi çəkməyimizi biz sizlərə bildirmirik. Niyə? İstəyirik ki, heç olmasa sakit böyüyəsiniz. Heç olmasa sakit, daha demirəm ki, xoşbəxt böyüyəsiniz, heç olmasa sakit böyüyəsiniz. Amma bütün bunlar müqabilində əgər mənim atam restiyanşik olubsa, dəmirçi olubsa, babam quyuqazan olubsa, filan beşməkə, mən istəyirəm övladımı ora yönəldim ki, o onun əlində bir növ belə ehtiyac zapas kimi bir şey olsun ki, uşağım sabahları işə düzəlməyəndə, mən sizə bir qəribə bir söz deyim ki, elə məşhur bir insan var ki, böyüyə də sözdürsə, balacaya da sözdürsə, onun xətrini o qədər çox istəyirlər ki, ona heç bir söz deməzlər. Amma onun oğlu 4 ildir işsizdir. Bəli, yəni ki, təhsil, orta məktəb təhsili çox önəmlidir, intellekt səviyyəsinin ən azından bəlli olması üçün insan danışında bir kəlmə sözü deməsi üçün, amma peşə seçimi universitet olmalı deyə bir şərt yoxdur. Kamil bir palançı olsa da insan yaxşıdır, yarımçıq, papaqçılıqdan deyiblər. Təşəkkür edirəm. Anar, dediniz, biraz elə bir siz də kədərləndirdi, hə, sujet? Gülməli deyildi, amma maraqlıydı. Ən son nə vaxt ağlamısınız? Uduzanda ağlamısınız heç? Avropa çempionatının finalında keçənin. Birinci ola bilmədiyinizə görə. Ağladı sən. Dəhşət, saatlarla ağladım məşədə. Hətta. Uduzmağın səbəbi nə oldu? Az məşq yoxsa? Yox, səhv, təcrübəsizlik. Təcrübə səbəbi. O qədər yolu gəlib sonunda ikinci olmaq biraz... O qədər əziyyət çək, bəli. Həm də mənim beynəlxalq arenada ilk yarışım idi. İkinci yerə çıxdım, amma ona baxmayaraq çempion olmağa getmişdim ora. Hələ 20 yaşınız var, o qədər yarışlar görəcəksiniz. İnşallah, inşallah deyirəm. İnşallah. Davam edəyimi? İndi isə Rafael müəllim, haraya baxırıq? Ucarın videosuna baxaq, Ucarın videosuna zarafat edirik. Gənclər evinin sujetini izləyirik. Hər birinizi salamlayıram. Mən DÜT ailəsinin, yəni Düzgün Ünsiyyət Təşkilatının rəhbəri kimi bu ilin ən ünsiyyətçil gəncini sertifikatla təltif edəcəm. Sertifikat da verirlər. Hə, bəs sən nəyə görə gəlmişsən ki? Mən coffee break-ə gəlmişəm. Coffee break də var burada? Hə. Əlbəttə ki, bu sertifikatı ən ünsiyyətçil gəncimiz və hamımızın sevimlisi olan Ceyhun Mıkıyevə veririk. Bu neçən sertifikatıdır? 200 aldım. Əksiyət dünyanın hər yerində işlə basan. Bax, görüm ora. Ceyhun Mıkıyev, Sans şirkət üçün gəlmişsiniz. Mənim sertifikatlarım bütün şirkətlərin iş prinsipinə uyğundur. Gətir görün baxım. Sənin DÜT təşkilatında sertifikatın var. Sənin sinxron alqışlama sertifikatın var. Sənin 15 dəqiqəlik çapın dip çapın sertifikatın var. Sən mənim şirkətimin işçisi olmalısan. Ay, bir dəqiqə dayanın görün, mənim olmalıdır. Dayan, təbrik edirsən, mənim işçim olmalıdır. Dəyərli Mıkıyev, mən sizə həqiqətini biləcəm. Siz mənim şirkətim. Allah bilir, xoşuna gələcək. Hər şey bilirik. Biz sizə ən yüksək maaş verəcəyik. Başa düşürsünüz? Gələcəksiniz burada bizim şirkətimizə. Ay bala, dur, yatmaq vaxtıdır. Bura yatmağa gəlmişəm, müştəriyə cavab ver. Müştəriyə cavab ver. Zəhra. Ceyhun, sən necəsən burada?
Heç nədən burada işləyirəm, kətə satıram. Sən o boyda sertifikatla burada işləyirsən? Heç nədən getdim müsahibələrə, iş bacarığına baxdılar, götürmədilər. Sən kətə verdi oradan. Bu dəqiqə qadan alım gözdə. Abada isti kətəmi verəcəm. Qadan alaram. Azı şirin olsun. Gözdən istasını verim. Qalsın. Gərək göylərə, eşək göylərə, göyyən göydə olar. Göylərə, O göyərti satan sizdən yaxşı oynar. Kətə olsaydı yeyərdik bir gəncə kətəsi. Mövzu göstərib şişirtdilər. Mövzu bənzəyirdi Sabunçu Gənclər Evinə hardasa. Biz haranın sujetini izlədik, Rafael müəllim, biz haranın sujetini izlədik? Haranın izlədik? Gəncənin sujeti necə idi? Gəlmirsən bura, həmən bitdi. Gəncənin sujeti necə idi? Soruşaq mı? Sən də oradaydın, siz də oradaydınız. Harada rastlaşmışsınız siz? Kətə pişirən. Konsertdə. Göyərti satan gəlməyib. Nə demək istəyirsiniz? Gəncə olduğunu nəzərə alaraq danışaq, bu yarışmanın ən güclü komandalarından biri olduğunu düşünərək danışaq. Çünki... Burada bir xal attın ucu. Bəli. Çünki biz onlardan nə sujetlər görmüşük. Eləyiblər, onu demək istədik. Mənim şəxsi fikrim həmişəki kimi deyildi. Biz Gəncədən daha möhtəşəm sujet... O qədər... Önəmsizdir. Önəmlidir ki, burada. Sən deyən kimi çox gedirlər burada. Coşqun müəllim. Olması bir çəkiliş deyildi. Amma uşaqlar əziyyət çəkiblər. Yəni, bəlkə də bu sertifikat mövzusu axır vaxtlar çox aktualdır, çox populyardır. Yalancı sertifikatlardan gedir söhbət. Amma burada uşaq gör nə qədər əziyyət çəkir ki, bəyəki videonun elə bir əksi idi. Yəni, hətta iş tapa bilmir. Bölüşdürə bilmirlər onu. Yox, sonra biz onu yuxu görürük. O sertifikat alan uşaq belə, yəni oxuyan, əsl sertifikat alan deyil, eləmi? Layiqli onu deyil. Onu qeyd edeyim də. O tək oturmuş deyil. Orada deyirik, ən ünsiyyətçil gəncini deyəndə hamı gözləyir ki, Zəhra olacaq, hər onu qızarır ki, 100% sənsən də. Və niyə ona verirlər? Bax, o çatmaz. Söhbət odur. Bəzi şeyləri tam ürəklə işləyə bilmirik. Biz orada hələ kadr kəsmişik, götürmüşük. Orada da bir yer var, Şəngəzdən bəhs edir. Biz ona məcbur qaldıq ki, dinamikanı itirməsin deyə kəsməli olduq. Məsəl üçün. Əgər o keçən dəfə dinamik işləmişdik misal üçün, amma elə oldu ki, sonra kəsməli olduq, 2 dəfə kəsməli olduq hətta. O elə oldu ki, siz baxdınız, məsələn, mənanı başa düşmədiniz, məna itdi orada. Bax, burada da biz elə bildik ki, həqiqətən layiqli bir sertifikat alan gəncdir, amma sonra bilinir ki... Biz onu tez və şey verə bilmək üçün burada kütlə oturmuşdu, amma orada o tək oturmuşdu. Amma orada yer ki... Yox, tək otursa da yanında heç olmasa axıran olardı. Ola bilərsə, pint uşaq idi o. Ya əlində açar olardı. Ola bilər ki, qızlar onu yaxın buraxmırlar, oturmurlar. Çünki burada çoxsu qadın idi də. Ona görə də belə, yəni... Biraz anlaşılmazlıq oldu. Amma ünsiyyətçil sözünə qulaq asanda görürsən ki, ünsiyyətdən qıraqdır da. Qıraq da, biz onu vermək istəmişik. O mənada deyir, ən ünsiyyətçil deyir ki, sertifikatı verən deyir, ən ünsiyyətçil. Bu da görür, hə. Hardan gəlmişsin? Hoş Və gəldiniz. indi Gəncə Gənclər Evinin musiqi nömrəsi var. Gəlin biri izləyək. Bu il qarı yaşatdıq canımızda, Gəncə yeşki qaynadı qanımızda, qohum oldu atamız, anamızda. Ey həyat, sən nə qəribəsən, sən ay kimi baxdın mənə, sən gün kimi baxdın mənə, gözlərinin qarasıyla güldü ömrümün vaxtı mənə. Aylar keçir, ilər keçir, axın olur, yadlar gəlir, dolma olur, yaxın
olsam, ey həyat sən nə qəribəsən. Hardan gəlmişsiniz? Və əlbəttə ki, münsiflərə hədiyyələrimiz var. Zəhmət olmasa hədiyyələri gətirin. Hayır. Təşəkkür. Haralısınız? Rezil. Uşaqlar, həyatınızın ən gözəl çağındasınız. Elşənə, Röşənə birini də apar verin qələm. Ay, O da Gəncəldə və olamadı. Təşəkkür edirəm. Doğrudan kətə gətiriblər. Çox sağ olun, təşəkkür edirəm. Göyçəyələr Apap xanım kimi. Qadam. Bax, belə gəlmək lazımdır. İnşallah toyumuzda. Hanı Sahaddının qarpızı? Hədiyyənizə görə çox sağ olun. Doğrudan da sujetdə görüb nəfsimiz çəkmişdi. Gəncə kətəsi məşhurdur bütün Azərbaycanda. Təşəkkür edirik. Ömrünüzün ən gözəl çağındasınız. Gəncliyinizi çox gözəl dəyərləndirirsiniz. Həmçinin bu şən gənclə iştirak edərək. Yağı da için. Hə, hamısı içindədir. Amma bu sizi xilas etməyəcək. Döyğası da içindədir qələm, döyğası da içindədir. Hətta burada baxın, salfetka da gətiriblər. Sağ olsun. Çox sağ olsunlar. Təşəkkür edirik. Uğurlar sizə. Sağ olun. Bəs o uşağın mikrofonu işləmədi, o çıxdı. Oyun idi. Hə. Bir daha gənclər, Gəncə Gənclər evinə təşəkkürümüzü bildiririk. Çox sağ olsunlar. Amma uşaqlar, 2 dəqiqəlik sujet vaxtı verilir sizə. Çox qəlizləşdirməyin, çox dərinə getməyin, çox fikirləşməyin, çox belə qəliz yumor bizə təqdim eləməyin. Sadələşdirin. 2 dəqiqənin içində nə sığışırsa, mənası nə kəsb eləyirsə, onları çalışın bizə çatdırın. Sizdən xahiş edirik. O bursu qruplarda da var idi belə çəkilişlər ki, hansını ki kəsib çıxardırlar, çatdırmırlar vaxtlarını. Çalışın ki, 2 dəqiqənin içində sığışdırasınız. Əziyyət çəkmisiniz, yer, məkan, geyim, obrazları tapırsınız, musiqisini tapırsınız, oyunları tapırsınız. Amma nəsə arada o açar yeri var ha. O açarı bizə ki çatdırmayanda bizi də məyus edirsiniz. Oldu. İş var idi, əziyyət var idi. Yəni, gələcək videolarınızı daha uğurlu görmək istəyərdik. Hardan gəlmişsiniz? Çox sağ olun. Minnətdar o. Allah O yaşınızı yeyin inşallah. Allah sizi İcazənizlə və Coşqun müəllim, siz danışanda Afaq xanımla Rafael müəllim oxuyurdular. Sən oxuyurduq. Nə oxuyurdunuz? Ay Allah, bundan 3 dənə ver. 3 dənə? Evdə qanım ütlənən bir. Dəndən ümidlənəm. 3 dənəyə dözə bilərsiniz, yəni 3 dənə məsələ. Dözə bilməyib bu nəyə deyil başa. Dəndən ümidlənəm. Veriliş var da. Aparın. Sən nə də? Düz otur. Düz göstərdi ya deyəsən sənə. Adı da yadından çıxıb. Hə? Adı da... Qafar. Cevap yaddan çıxdı. Qafar. Mənim anlayırsınız nələr çəkirəm. Yaxşıdır. Sən də sakit ay qız. Şükür. İcazənizlə Afaq xanım, Ucar Gənclər evinə bir nəzər salaq. Ucar. Banan mesela. Un qəndanı. Alo, hə mama? Qızım, sizə gəlirəm. Bizə gəlirsən? Hə, gəl. Maman nədə? Hə. Görün tutamazlıqda qalsın. Tikəsin o toplansın. İşləyən bilərəm. Bir Allah qoysa da qaynana. O yansız kürəkə yenə dırılır orada. Ona deyən ki, Allah qoysa da, qoymasa da gəlirəm. Artıq tikanlıyam. Mən şirin uşaqsın, elə yaxşı görünməzdir. Mən də onu yerə deyirsən. Bir var bir şərtlə Türkiyə Amerika girdi. Ana Allah, uşaq sən nerede oturursun? Gözünə mi aldın? Ama ne yaxşısı var.
Biri baksın. Onu tanıyorsun. Onu çöp olsun. Ben onu tanıyorum. Onu çöp olsun. Çöp bana al çöp. Sen onu tanıyorsun. Ben tanıyorum ben. Sen onu bilmirsən. Onu söylediğim gibi. Sustur onu. Alo. Sen bana kaçmışsın? Tamam ben görünmem ama sen nedir bu? Söndür. Ver telefonu. Sen de niye danışmırdın? Ver telefonu vereyim. Vereyim. Alo. Alo. Salam. Biz sizin qaynağınızı qaçırmışım. Buyur. Ha, ben dedim üstünden bir muaf vereyim getir. Saçma odaklanın. Son boyunda kimse değil. Ay metromuzun karşısına laf var hatta. Yaxşı kardeş, yaxşı. Görsən ha? Al qaçır. Ay Allah. Ben ona dedim daha Allah koysa desən. Demə də. Ha. Ben kaldım. Abi maskanı dövdün Allah. Gəlin heç bir rəy bildirmədən toxunulmazı elan edək, daha sonra səs vermələrə keçək. Bugün 5 video izlədik. Səbəbini birazdan deyəcəm. Siz izlədiyiniz 5 video arasından toxunulmazı elan edin. Kimi bəyəndiniz, kim qalsın deyirsiniz. Daha sonra səs vermə zamanı Balakənin videosu niyə yox idi deyəcəm. Səs vermələri izləyəcəyik, görək. Komandalar birlikdə kimi yola salmağa çalışacaqlar. Gəlin baxaq Ağstafa Gənclər Evinin səs verməsinə. Ağstafa Gənclər Evi olaraq hər kəs salamlayırıq. Buradan Masallı Gənclər Evinə həll edirik. Astara Gənclər Evi kimə getsin deyir? Hər kəsə salam. Biz Astara Gənclər Evi olaraq Ucar Gənclər Evinə hələlik deyirik. Balakən Gənclər Evi kimi yola salır? Salam. D komandasından Balakən Gənclər Evi olaraq Masallıya getsin deyirik. Beyləqan Gənclər Evi kimə sağ ol deyir? Hər kəsə salam. Masallı Gənclər Evi sizə yaxşı yol. Biləsuvar Gənclər Evi kimi yola salır? Ucar Gənclər Evinə hələlik deyirik. Bəs Binəqədinin fikrincə kim zəifdir? Salam. Biz Binəqədi Gənclər Evi olaraq Ucar Gənclər Evinə uğurlar arzulayırıq. Füzuli Gənclər Evi kimə getsin deyir? Hansı komandaydı? Ucar Gənclər Evi. Ucar, dəqiq. Hə, D qrubundan Ucar Gənclər Evinə sağ ol deyirik. Bəs Gəncə kimə deyib sağ olunu? Bax. Aha. Ucar komandası. Sonuncu şəklini siz də çəkdik. Artıq sizinlə sağollaşmaq vaxtıdır. Sağ olun. Goranboy Gənclər Evinin fikrincə onlar getsə yaxşıdır. Hər kəsə salam. Biz Goranboy Gənclər Evi olaraq D qrupundan Ucar Gənclər Evinə artıq zamandır deyirik. Göyçay Gənclər Evi kimisə yola salır? Biz Göyçay Gənclər Evi olaraq D qrupundan Sabunçu Gənclər Evinə bay-bay deyirik. Göygölün də səs verməsinə baxaq. Salam hər kəsə. Biz Göyçay Gənclər Evi olaraq Masallı komandasına əlvida deyirik. Bəs Kürdəmir kimə nə deyir? Salam. Biz Kürdəmir Gənclər Evi olaraq Gəncə Gənclər Evinə hələlik deyirik. Lənkəran Gənclər Evi kimisə zəif hesab edir. Hər kəsə salamlar. Biz Lənkəran Gənclər Evi olaraq Sabunçu Gənclər Evinə hələlik deyirik. Bəs Masallı Gənclər Evi kimə sağ ol deyir? Hər kəsə salam. Biz Masallı Gənclər Evi olaraq D qrupundan Sabunçuya bay-bay deyirik. Mingəçevir Gənclər Evinin də səs verməsini izləyək. Salam dostlar. Biz Mingəçevir Gənclər Evi olaraq Saatlı komandasına uğurlar arzulayırıq. Qaradağ Gənclər Evi də səs verib. Salam. Biz Qaradağ Gənclər Evi olaraq D qrupundan Ucar Gənclər Evinə əlvida deyirik.
Qazax Gənclər Evi ucar mı deyəcək? Biz Qazax Gənclər Evi olaraq Ucar Gənclər Evinə getsin deyirik. Qobustan Gənclər Evi kimi yola salır? Salam. Qobustan Gənclər Evi olaraq D qrupundan Balakən Gənclər Evinə sağ ol deyirik. Saatlı Gənclər Evi kimisə zəif hesab edir. Biz Saatlı Gənclər Evi olaraq Ucar Gənclər Evinə əlvida deyirik. Sabirabad komandasının səs verməsini izləyək. Salam, biz Sabirabad Gənclər Evi olaraq D qrupundan Masallıya sağ ol deyirik. Sabunçu Gənclər Evi kimi yola salır? Salam, biz Sabunçu Gənclər Evi olaraq Gəncə Gənclər Evinə getsin deyirik. Şəmkir Gənclər Evinin səs verməsini izləyək. Hər kəsə salam, biz Şəmkir Gənclər Evi komandasında olaraq Ucar komandasına hələlik deyirik. Şirvan nə deyir? Biz Şirvan Gənclər Evi adından sizi salamlayırıq. Sabunçu Gənclər Evinə sağ ol deyirik. Bəs Siyəzən Gənclər Evi kimi zəif hesab edir? Hər kəsə salam. Biz Siyəzən Gənclər Evi olaraq Masallıya getsin deyirik. Sum qayıt. Kimisə zəif hesab edir? Sumqayıt Gənclər Evindən hər kəsə salam. Sabunçu, sağ ol. Suraxanı Gənclər Evi, nə düşünürsünüz? Salam. Biz Suraxanı Gənclər Evi olaraq D qrupundan Masallı Gənclər Evinə getsin deyirik. Tovuz Gənclər Evi də səs vermədə iştirak edib. Hər kəsə salam. Tovuz Gənclər olaraq D qrupu Gəncə Gənclər Evinə hələlik deyirik. Ucar Gənclər Evi buradaydılar, görək onlar kimə getsin deyiblər. Hər kəsə salam. Gəncə Gənclər Evi təzyiq hissə yox deyirik. Xəzər Gənclər Evi nə düşünür? D qrupundan Ucar Gənclər Evinə getsin deyirik. Yevlax Gənclər Evi kimi yola salmaq istəyir? D qrupundan Ucar Gənclər Evinə əlvida deyirik. Və ən son Zərdab Gənclər Evinin də səs verməsini izləyək. Hər kəsə salam. Biz Zərdab Gənclər Evi olaraq Sabunçu Gənclər Evinə hələlik. Ucarın getməsi istiqamətindədir. 7 Masallıdadır. 6 Sabunçudadır. 4 Gəncədə səs var. Saatlıda bir səs var. Balakənin videosu olmasa da getməsi üçün bir səsi var. Bəli. İndi əgər buradan Ucarın adı çıxarsa, yəni Ucarın adı çıxmasa onsuz da bugün bəllidir ki, Ucar yarışmamızı tərk edəcək. Ucarın adı çıxarsa Masallı, Masallının da adı çıxarsa Sabunçu, Sabunçunun da adı çıxarsa ötən mövsümdə belə olmuşdu, Gəncə getmişdi 4 səslə. Sizi inşallah ki yola salmarıq deyirik. İnşallah ki münsiflər heyətimiz bir qruplaşmanı öncədən düşünüb və bura adınızı yazıblar. İndi baxaq görək nə yazıblar. Getməsi üçün səsi olan bir komandadır. Getməsi üçün bir xeyli səsi olan bir komandadır. Nə yaxşı münsiflər heyətimiz hiss edirlər bunu öncədən. Çünki onların vicdanı. Burada da eyni komandadır. Burada da səsi var idi. Deməli, münsiflər heyətimizin fikrincə onlardan biri düşünür ki, bu komandanın getməsi yönümündə cəmi bir səsi olsa da, qoy biz qoruyaq, işimizi ehtiyatda tutaq. Söhbət Saatlı Gənclər Evindən gedir. Hə, deməli, iki münsif heyətimiz eyni fikirdəymiş. Getməsi yönümündə bir xeyli səsi olan komandanı qoruma altına alıblar. Onlar düşünürlər ki, həqiqətən bura adı yazılmasaydı, bugün onları ciddi bir risk gözləyirdi, təhlükə altındaydılar, amma ikisi birdən Masallı qalsın dedi. Yəni, burada Ucarın adı varsa Sabunçu gedəcək. Ucarın adı yoxdursa, kimin adı olursa olsun
ucar gedir. Amma burada düşünürlər ki, dəyərli bir münsifimiz düşünür ki, o komanda bugün hər zaman olduğu qədər mükəmməl olmasalar da, onların əməyinin mükafatını verib, toxunulmaz elan edirlər və bu yarışmadakı getsin deyə səsləri olmasına baxmayaraq, qalsın dedilər, gənclər evindən gedir söhbət. Səs çoxluğuyla Ucar Gənclər Evi ilə vidalaşmalıydıq əslində, amma vidalaşmırıq. Çünki Balakən Gənclər Evi öz razılığı ilə, öz xoşu ilə, öz istəyi ilə yarışmadan ayrıldı. Elə buna görə də bugün yarışmadan ayrılan bir komanda olduğunu nəzərə alaraq Ucar Gənclər Evinə bir şans daha verildi. Uşaqlar, bu şansı yaxşı dəyərləndirin, bu şansın dəyərini bilin. Gələn həftə daha mükəmməl sujetlərlə inşallah sizi gözləyirik. Əziz tamaşaçılar, bugünlük bu qədər deyirik. Çalışın, şən olun, gənc qalın. Hələlik.